Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə xoş gəlmisiniz. Xanımlar, burada gördüyünüz kimi mən lobiya isladıram. Deməli, həm lobiya şorbası üçün, həm də vinegre salatı üçün. Axşamdan bunları isladıram. Deməli, şorba üçün 2 stəkan, salat üçün 1 stəkan yarım lobiyanı yaxşı yuyuram, isladıram. Qalır sabah, deməli, günortaya. Həmin gün sabah günortası üçün, deməli, gördüyünüz kimi, mən də Günaydan öyrənmişəm. Günay gələnə qədər hər zaman videolarımda qeyd edirəm. Biz lobiya supu mən heç bişirməmişəm, heç dadını bilmirdim, nə də vinegre salatını həyatım boyu yeməmişdim də. Elə bilirdim ki, dadsızdım. Günaydan sonra, yəni biz sevməyə başladıq. Mən də belə deyim, Günaydan baxıb öyrəndim. Öyrəndim deyərsən, yəni ki də, təbii ki, bilirdik, sadəcə etmirdik. Gördüyünüz kimi, xanımlar, hər birini ayrı-ayrılıqda doğramışam. Əlavə edirəm. Bilirsiniz ki, salat qalır. Əvvəlcə salat edirəm. Bu arada xanımlar, demək, vinegre salatına o salatın adı yadımdan çıxıb, kələm turşusunu nazik-nazik edirlər, ya ona nə deyirlər, ondan əslində edirlər. Sadəcə olaraq da evdə var kələm turşusu deyə ondan doğramışam. Əvvəlcə salat edirəm ki, yəni soyuducuya qoyum, özünü tutsun. Salat qaldıqca özünü tutur, dadlı olur, həm də rəngini buraxır, çuğundur rəngini buraxır. Sonra, deməli, lobiya şorbası edəcəm. Bu günorta üçün bunlar hazırlanır. Sonra axşama da boş hazırlayacağım. Çünki uşaqların bir-ikisi lobiya şorbası yer, bir-ikisi yemir. Yəni yeməyənlər üçün də boş hazırlayıram. Burada xanımlar, deməli, videoda yağ az əlavə edirəm, görürəm, amma sonra yenə əlavə edirəm biçki yağı. Salatı qoydum, soyuducu özünü tutsun. Burada, deməli, lobiya şorbasını hazırlayıram. Burada lobiya da ayrıca bişib. Bəzi xanımlar deyirlər, yağı çox edirsiniz. Xanımlar, biz yağlı sevirik də, yəni ona görə yağını çox edirəm, bol edirəm. İndi zərər də olsa, nə də olsa, belə edirəm. İkinci oğlum ümumiyyətlə lobiya şorbası yemir. Balaca oğlum da belə. Əsas böyük oğlum Günay mən. Yəni lobiya şorbasını yerik. Keçən dəfə bir xanım yazmışdı ki, Məlikə ayrıca yemək bişirirsiniz, yoxsa sizin yediyinizdən yeyir. Maması ayrıca bişirir Məlik üçün yemək. Amma arada biz yediyimizdən də yeyir də. Yəni, maşallah hər şey yeyir. Amma belə maması ayrıca bişirir onu. Xanımlar, belə soğan çox qızartmıram da, yəni qızarır, qızıl rəng olana qədər. Sonra əti əlavə edirəm. Sonra da kartof əlavə edirəm. Belə. Sizlər necə bişirirsiniz? Bəzi xanımlar yazırlar ki, biz lobiyanı blenderdən keçiririk. Daha belə həlimli olur, yaxşı olur. Bilmirəm, mən elə-belə Günaydan belə görmüşük, belə sevmişik. Günay belə bişirib sevmişik. Belə edirik. Siz necəsiz, nə edirsiniz, gözəl xanımlar? İnşallah yaxın zamanlarda vaxt edib bir canlı açacağım, bir söhbətli video ya çəkəcəm. Video çəkdiyim zaman uzun olur, yüklənmir. Ona görə də canlı yaxşıdır. Son zamanlar ölkədə baş verən, yəni demək olar ki, hər gün qətl hadisələri baş verir. Allah Taala nəzər salsın bizim millətimizin üzərinə, öz nəzərində saxlasın, nəzər etsin bizə. Yəni, bilirsiniz də, xəyanətlər, qətllər, onlarla bağlı inşallah mən də ya söhbətli video çəkəcəm, ya da canlı açacağım, söhbət edəcəm. Belə videolarım da olmur, alınmır. Bunu da axşama bişirirəm, xanımlar, deməli. Bunlar dünən olub da. Balaca bir kələm götürmüşəm. Sümüklü ətdir, sadəcə sümüklüdür deyə dedim. Əti az olar, bir dənə də balaca belə büküm ət var idi, onu götürdüm.
Xanımlar, yenə də istədiyim borç ala bilmədim. O xanımlarda ki görürəm qıpqırmızı, elə deyirik də qıpqırmızı borç. Yəni onu mən bir türlü ala bilmirəm də rəngini. 2 elə çuğundur etdim də, yəni ondan da artıq nə edərdim ki? Çuğundur etdim və xanımların dediyi kimi etdim bu dəfə. Deməli, çuğunduru rəndədən keçirdim. Rəndənin çox narın gözündən keçirtdim də, kiçik gözündən keçirtdim. Və bir hissəsini saxladım, son da əlavə etdim. Vallahi yenə də o rəngi almadım. İlk öncə əti qoyuram da bişməyə xanımlar. O arada mən bunları yuyuram, soyuram, doğramağa başlayıram tərəvəzləri. Sizlər necə bişirirsiniz, fikirlərinizi yazarsınız. Belə gözəl xanımlar, çox ağır zamanda yaşayırıq, çox pis dövrdə yaşayırıq. İnsanlar çox pis olub, istər kişilər, istər qadınlar, təbii ki, hamıya aid deyil. Bu videoda yer ayırmaq istəmirəm. Videoya uyğun söhbətlər etmək istəyirəm inşallah yaxın zamanda. Yəni vaxt etdiyim zaman canlı açacağım. Canlıda da xanımlar bilirsiniz, artıq bu 2 ya 3 canlıdır ki, rəyləri bağlayıram. Çünki bizdə belə də fikir mübadiləsi aparmaq mədəniyyəti yoxdur. Bizdə fikir bildirmək mədəniyyəti yoxdur. Həmən təhqir edirlər, həmən neynirlər. Yəni bir-birimizlə razılaşmaya bilərik, bir-birimizin sözünü yəni düzgün olmadığını qeyd edə bilərik. Amma ki, bunu normal bir şəkildə yaza bilərik. Təhqirlər falan olur, ona görə canlını bağlayıram. Əslində canlıda canlı bağlantıya belə deyək də, rabitəyə giririk bir-birimizlə. Mən sizinlə daha doğrusu. Orada məsəl üçün suallar verəsiniz, suallar üzərində mən söhbət edəm. Yəni bu mədəniyyət bizdə inkişaf etməyib. Buna görə məcburəm 2-3 canlıdır ki, rəy bölməsini bağlayıram. Ki, mən o rəyləri görməyim, əsəbləşməyim, yəni normal söhbətimi edə bilim. Yəni, həqiqətən bizim insanlarda çox üzr istəyirəm, təbii ki, hamıya aid deyil. Bəzən insan emosional danışır, bəzən insan aqressiyalı danışır da, yəni unudur, cəmhal da deyirəm. Əslində, hər kəs başa düşməlidir ki, deyilən söz cəmhalda heç zaman ola bilməz. Məsələn, tutaq ki, mən bəzi xanımlar haqqında danışıram, cəmhalda danışa bilmərəm axı. Əvvəla mən özüm də xanımam, əvvəla gəlinim var, tutaq ki, danışanların qızı var, bacısı var. Məsəl üçün, təbii ki, danışdığımız söhbətlər cəmhalda ola bilməz. Bəzən unuduruq, cəmhalda deyirik. Amma normal düşüncədə olan insan başa düşməlidir ki, əksəriyyət haqqında danışırıq, cəmhalda danışılmır o. Tutaq ki, bir misal, bir fikrimi bildirirsən, həmin baş vermiş hadisə ilə bağlı yox. Ümumiyyətlə bir fikir bildirirsən, tez hamı gəlir ağıllı, gözünlə görmüsən, bu qədər günaha girməyəyin. Ən çox da xanımlar məni, ən çox o bir məsəl var, Allah dünyadan köçən valideynlərimizə rəhmət etsin, hər birimizin, mənim də atam-anama rəhmət etsin. Ümumiyyətlə də o çox belə yersiz, mənasız, belə də haqsız söz danışanda o bir məsəl var, deyirsən ki, atam-anamı söyürlər. Məndə ən çox əsəbləşdirən, belə qıcıqlandıran, gəlib məsəl üçün mənə deyirlər ki, hicabına hörmət et, hicabından utan. Bu çox əslində dərin mənası var. Bəlkə o da deyən insan heç özü onun mənasını bilməyərək deyir. Yəni bu əslində çox böyük təhqirdir, çox böyük bir şeydir də. Yəni o məni özümdən çıxarır hər zaman. Mən fikir bildirməyim ki, həmən gəb yazırlar, hicabına hörmət edir. Gör ki, bunlar mənim hicabımın dəyərini bilir, mən özüm öz hicabımın dəyərini bilmirəm. Tutaq ki, hər hansı bir hadisə baş verir, ümumiyyətlə fikir bildirirsən. Gəlirlər deyirlər, sən filan kəs gözündən görmürsən, filan kəsdən söhbət getmir, ümumiyyətlə fikir bildirirəm. Nəysə, inşallah canlıda danışıram xanımlar. Xanımlar, hər birini doğradım, yığdım, belə deyək, əlimin altına. Balaca tavada mən deməli kökü, çuğunduru qovuracam, tomatı üzərinə əlavə edəcəm, deməli pomidor pastasını. Sonra soğanı da böyük qazanda deməli
qızardıram, üzərinə ət əlavə edirəm. Sonra xanımlar görəcəksiniz, mən rəhmətli anam həmişə elə edərdi. Mən kələmi də əlavə edirəm. Ətin üzərinə kələmi də biraz qovururuq. Sonra bulyon üzərinə əlavə edirik. Təbii ki, bulyon az olanda qaynamış su da əlavə edirik. Maykin səsi gəlir. Nənə sona qurban. Belə xanımlar, sizlər necə bişirirsiniz? Yazın fikirlərinizi rəy bölməsində yazarsınız. Videolarıma da çox gözəl rəylər yazırsınız. Hər birinizə təşəkkür edirəm. Allah Taala hər birinizdən razı olsun. Bir xanım, deməli xanımlar, bugün dünəndən yazıb, məni təhqir edib Instagramda. Bugün səhər mən onu cavablandırdım. Axır blok etdim də xanımı. Siz demə xanım YouTube'dan da məni izləyir. Orada da mənə ağzına gələn deyir, hicabınıza hörmət edin, hicabınızdan utanın, nə bilim, neyin, cəmaat günah edəcək, mən niyə utanmalıyım, bilmirəm. Nəsə, mən də bunu cavablandırıram ki, yəni bu qədər cahil olmayın da, falan filan. Mənə deyir ki, bəs heyif olsun ki, mən YouTube'da sizi illər izləyirəm, sizə gözəl rəylər yazmışam, sizə pis rəy yazanlara mən hər zaman onları, nə bilim, tənqid etmişəm, falan etmişəm. Sizin sonra iç yüzünüzü bildim. Əslində sonra iç yüzümü bilməyib. Elə bugünkü rəydə mənim iç yüzümü görə bilib. Mən dedim, mənim iç yüzümü bilib neynəm? Mənim Allah uzaq etsin, oğurluğum üzə çıxıb, hər hansı bir pis əməlim üzə çıxıb ki, mənim iç yüzüm üzə çıxsın da, yəni. Mən tərbiyəsizləri tənqid edirəm, pozğunları tənqid edirəm. Bu hər zaman da YouTube kanalında da belə olub da. YouTube'da mən sevərək izləmişsinizsə, indi YouTube'da görməmişsiniz tənqidlərimi. Və buradan da sübut olmuş ki, mən kanala görürsünüz, kələm də əlavə edirəm, az-az əlavə edirəm. Və buradan da sübut olunur ki, mən kütləyə işləmirəm. Görürsünüz, nə qədər mən rəylər yazdıqca, nə qədər mənə takib olan insanlar, məsələn, takibimdən çıxırlar, onların pəncərəsindən baxanda mən pis insan oluram, güya ki, yaxşı idim, indi pis insan oluram. Görürsünüz, mən kütləyə işləsəm narahat olaram, deyirəm, nəyimə lazımdır. Fikir bildirim, gedirəm başqa profillə bildirərəm, heç öz profilimlə, evimi sərgəsi profili ilə fikir bildirmərəm ki, qoy amandır, izləyicilərim məni görər, qaçar falan. Yəni, bu bir sübutdur ki, mən buyam, səmimiyəm, özüməm. Yəni, məni maraqlandırmır kim məni necə tanıyır. Mən özüm doğru olum. O bir məsəl var, deyir, özün öz olduğunu bil, bir də səni bilən bilsin, yəni Allah, başqası kim necə bilir bilsin. Bu sübut olunur ki, mən mənəm, mən elə buyam, səmimiyəm. Məni maraqlandırmır ki, harada yazdığım rəyi hansı izləyicim görəcək, məni bəyənməyəcək, maraqlandırmır. Yəni, bəziləri kütləyə işləyir, onlar maraqlandırır izləyicim, mən maraqlandırmır. Mən doğruyamsa, doğru olan insanlar məni dəstəkləsin, məni izləsin, mənə maraqlı deyil. Nəsə belə, xanımlar. Xanımlar, bu arada deməli, mən kələmi birinci qoyuram bişməyə. Bəzən görürəm, xanımlar kələmlə kartofu eyni əlavə edirlər, amma yox, axı kələm biraz gec bişir. Kartoşkanın bişməyi nədir ki? Kələm biraz bişdikdən sonra mən kartoşkanı əlavə edirəm. Kartoşka da bişəndə xanımlar, göyərtini əlavə edirəm. İndi bu dəfə çuğundurun bir hissəsini, bir az hissəsində, elə bil ki, çuğundur nə qədər üçün 3 hissəsini əlavə etdim, qovurdum, qazana əlavə etdim, elə bil 4-dən 1 hissəsi qalıb. Onu da əlavə edirəm, söndürürəm. Xanımlar, mən düşündüm ki, axı onun içində bişmir. Yəni, söndürürəm də, onun istisində ki, o bişir. Heç etməmişəm, birinci dəfə dedirəm. Ona görə rəndəni çox narın keçirən gözündən keçirmişəm. Söndürdüm burada, səhv etmirəmsə. Söndürdüm. Çoğundura əlavə etdim. Xanımlar elə yazmışlar da, keçən dəfə mənim rəy bölməmdə mən
deməli, boş bişirəndə dedilər belə edin. Söndürürsünüz, qalır, onun rəngi, onun istisində o bişir və rəngini də buraxır. Yəni ki, çoğundur qaynamır da, ona görə rəngi itmir. Mən o istədiyim qırmızı olmadı. Düz deyəsəz dadı tam içində olsun, amma yenə də yəni görürəm xanımlarda qırmızı, mən də istəyirəm, amma məndə heç bir cür alınmır. Söndürürəm altını xanımlar. Hərsə bir 10 dəqiqə falan qalır. Nə bilim 7-8 dəqiqə qalır. Sonra kəsəyə çəkirəm, sizlərə göstərəm. Pey gözəl xanımlar. Bəzən xanımlar mənə deyirlər ki, niyə ancaq xanımları qınayırsınız, yəni videolarınızda, bəzi videolarıma səs yazma edirəm, qısa videolara. Kişiləri etmiş. Xanımlar, mənim kanalım xanımlar izləyir də. Açıq kanal olsa da, açıq səhifə olsa da, yəni hansı kişinin diqqətini cəlb edər mənim səhifəm, kanalım üçün gəlsin, izləsin. Yəni bu qadın səhifəsidir. Hələ də gənc xanım da deyiləm ki, səhifəmi naməhrəmlər gəlsin, izləsin. Yaşlı başlı bir insanım və qadınlarla bağlı bir iş, düş, yemək, söhbət edirəm. Ona görə mən xanımlara aid. Kişilərdən bizə nə? Biz xanımıq, biz özümüzü düşünməliyik. Təbii ki, kişilərə də aiddir dediyimiz. Amma bizi özümüz maraqlandırmalıyıq. Qarşıdakindən bizə nə? Qarşıdakı düzdür, səhvdir. O bir məsələ var, deyir, can onun, cəhənnəm Allahın. Biz özümüz, qadın olaraq biz özümüzü düşünməliyik. Biz özümüz doğru olmaq, düzgün olmalıyıq. Ona görə mən o cür paylaşımlar edirəm. Belə gözəl xanımlar, burada da bu südlaç deyirik də bişirmişdim. Günah isti-isti yeyib, isti-isti xoşlayır. Belə, üzərinə bəzən balaca qozlar doğrayıb əlavə edirəm. Bəzən daha çox, deməli, darçın, üyülmüş darçın əlavə edirəm. Elə qoz ləpəsi əlavə etdim. Xanımlar, mən sizin hər birinizi öpürəm. Allah amanında qalın, Allaha əmanət olun. İnşallah yeni videolarda görüşərik. İnşallah yaxın zamanda ya canlı açacağım, ya söhbətli video çəkəcəm. Öpürəm hələlik. Hələ baxın xanımlar. Hələ baxın, gedib mənim güllərimi. Gör neyinir. Xanımlar, baxın. Gedib gülləri üzərindən qopardır, ləçəklərini qopardır. Məli, niyə elə eləyirsən, nənə qurban? Niyə qopardırsan? Yox deyək, xanımlar deyək, daha yox deyək, mən qopardım deyir. Sənə mən qurban olum. Eləmə, nənə qurban, əlimə batar, dükanlar əlinə batar. Vay. Deyir orada var, sevinir, deyir orada var. Hə, yaxşı, get. Tez get götür. Orada tapıb xanımla görsünüz. Sənə qurban olum mən. Sənə qurban olum mən. Can.